Herkese salam qızlar. Necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu günləri yenə bir vlog başlayıram. Bugünkü vloqum nə ev təmizliyidir, nə yemək bişirməkdir. Yəni tam fərqli bir şey. Çünki biz xala qızları bir qrupumuz var. Orada və yığışdıq, danışdıq ki, bu günləri gedək şəhərə biraz gəzək, özümüzə vaxt ayıraq. Nəysə qızlar, indi isə mən evdən çıxıram. Sadəcə olaraq evdə hazırlaşmayacağam. Gedəcəm xalagilə. Onlar da hazırlaşacaq hamımız bir yerdə. Belə. Kızlar, mən artıq çıxdım, evdən hazırlaşdım. Yəni yüngülvari geyindim. Bütün paltarımı, kosmetikamı, hər şeyimi götürmüşəm paketdə. Yəni dediyim kimi gidib hala girdi. Hal-hazırda səhərdir, saat 9-dur. Yəni bir saat 3-də çıxacağıq. Ona görə fikirləşdim ki, yəni indidən hazırlaşdım. Saat 3-ə qədər yaxşı olmayacaq ona görə. Mən gəldim Sədərəyə. Buradan kapron almalıyım. Əslində xırdalanla da ala bilərdim, amma yadımdan çıxdı. Nəsə gəldim belə bura. Şirnətə girə bilərəm. Sadəcə olaraq oraya girsəm pulumu xərcləyəcəm. Çünki bilirəm ki, indi bütün Novruz aksesuarları var da, yəni orada. Özümü saxlayamayacağım ona görə. Nəyəsə gəzməyimin pulunu oraya xərcləməyim. Gedim kapronumu alım, çıxım. Deməli qızlar, qrupumuzun 3 üyəsi hazırlaşıb gedirik. Digər 2 nəfəri götürməyə. Biz indi çıxdıq, gedək onları götürək, sonrası gedək şəhərə. Ben buranı həmişə axtarırdım əslində. Prost bilmirdim harda. Mən buralardaymış elə. Ben de bunu çöreğe almışım. Nəyi? Milli Qədim olanları mən də xatırlayıram. Körçülə çox xoşdur. Daşdan nəsə olsun, bir heykəlciklər olsun. Mən qədimi belə qala falanları belə oralara getməyi, gəzməyi. Daş olan ümumiyyətlə bağlar olur, belə daşlar. Onlar ümumiyyətlə ölürəm də. Yox, stəkan altında da belə işlətmək olar, süfrəzə düzməyə. Bunlara bax. Ay Allah. Buna bax. Bunlar neçədir? 5 manat.
O 7 manat yerində sən verəsən, görürsən ayrı-ayrı. Yine bir gündən salam. Dünənlər biz şəhərdə olanda gəldim gördüm ki, yoldaşım buraları bütün belə buraşım eləyib. Amma ki qalıb bu tərəf. Burada da kardon falan yandırıb. Sonra kardonun bütün külü falan dağılıb həyətə. Sonra həyəti təzədən yumalı olub yenə də. Halbuki elə dünən yox, sırağa gün mən yumuşdum. Nəysə, uşaqlar da belə skuterları falan dağıdıblar. İndi isə mən gedirəm mağazinə, kələm almalıyam. Axşam üçün kələmdə olması istəyirəm hazırlayayım. Bir də göbələ olsa göbələ supu, olmasa mərc supu. Nəysə, getdim. Belə kələm, kişniş, bir də ki şüyüd. İndi gidim bunları yavaş-yavaş hazırlayayım. Kələmin suyunda qoymuşam qaynamağa. Mən gidənə qədər qaynayar yəqin ki. Bu arada hava da o qədər gözəldir ki, sanki evə girmək istəmir. Artıq yazı hiss eləmək olur qızlar. Qızlar, deməli kələmlərimi falan bişirdim. Ətimi də orada hazırda qarışdıracağım. İndi isə keçirəm yavaş-yavaş dolmaları bükməyə. Qızlar, supum orada artıq demək olar ki hazırdır. Dolmam isə burada belə bükdüm, qoydum qaynamağa. Saat da 7-yə işləyir. İnşallah ki çatar vaxtına qədər. Qızlar, artıq növbəti gündür və mən nə edirəm? Spoonful hazırlayıram. Bu günləri ana görə gedəcəm. Çünki qardaşım gəlir əsgərlikdən, yəni bir günlük. O da xoşdur deyə ona görə istədim ki, bunu da hazırlayayım, aparım. Belə, burada isə qızlar, bilmirəm spoonful hazırlamışsınız yoxsa yox, amma ki həm asan, həm də ki çox dadlı bir şirnet olur. Burada 4 stəkan süd, 4 xörək qaşığı un, 1 stəkan yarım şəkər tozu, 2 ədəd yumurta. Belə, bunları qarışdırırsınız. Bu mühəlləbi halında olanda, belə deyim, yəni mühəlləbi halında olanda artıq götürürsünüz, qoyursunuz qırağa soymağa. Sonra isə bizim pop keklərimiz var. Hansı ki sırf bunun üçün. İndi onu göstərəcəm sizə. Və bu bişib soyandan sonra buna bir ədəd qaymaq qatırsınız, yenə qarışdırırsınız və vanil də qatırsınız. Belə mühallibimiz hazır olur. İndi mən sizə bunları etap-etap göstərərəm bundan sonrasını. Baxın qızlar, belə hazır olduqdan sonra artıq götürürüm bunu. Bunu dəyişdim. İndi isə bizə lazımdır bir ədəd belə İran qaymağı. Biz bunu alanda sətələkdən alırıq, Optavoydan. Yəni biraz sərfəli olur. Həm də ki paska ilə alırıq. Yəni mən bunu yeməklərə, nə bilim şinyatlara falan çox istifadə edirəm deyə ona görə. İndi isə bunu qatırıq, sonra biraz da vanil qatırıq, qarışdırırıq. Üstünə salafan qoyuruq ki, qabaq bağlamasın. Sonra qoyuruq soymağa və o sırada qabımızı hazırlayırıq. Hansı ki keksimizi falan ovmalıyıq, düzəltməliyik. Onları edirik. Baxın qızlar, bu keksdən lazımdır bizə. Bir ədədini əzmişəm, yenə bu qabda hazırlayıram. İndi isə bir ədədini də yenə də əzirəm, 2 dənə istifadə edirəm. Belə bunları da əzirik, sonra stəkanla belə bastırıq möhkəm üstündən presləyirik. Ondan sonra mühallebini tökürük. Daha sonra isə şokoladla qaymağı əridib üstünə əlavə edirik, olur hazır. Burada isə qaba bir ədəd qaymaq tökdüm və burada bizim belə şokoladlarımız var, hansı ki 2 paçkadır yəni burada. İndi bunu biraz isidirik, bu biraz əriyir. Sonra isə şokoladlarımızı qatırıq ona. Və olur qəşəng şokolad sosu. Onu da əlavə edirik şinyat üstünə. Yəni çox ləzzətli bir şey olur. Həm də ki çox asandır qızlar. Bunu hətta qonaqlarınız gələndə balaca qablara desert kimi də hazırlaya bilərsiniz. Mən hətta eləmişdim. Bir dəfə qonaqlarım da çox xoş gəlmişdi. Artıq qızmağa başlayır. Mən şokoladlarımı da atıram çox gecikdirmədən ki qazanın dibində yanmasın. Və belə bunlar əriyənə qədər dayanmadan qarışdırırıq. Baxın qızlar, şokolad sosumuz da tam hazırdır. Yəni bunu tortlarınızın üstünə də əlavə edə bilərsiniz. Hansı ki kimlər ki şokoladı əridə bilmir, yandırır, ya qurudur. Amma belə qaymaqla əriyəndə çox qəşəng olur. Həm də ki qatılaşıb sərt bir şey olmur da, yəni yumşaq qalır. Həm dadı qəşəng olur, həm də ki özü. Bu da belə hazırdır. Bunu da əlavə edirik şinyatımızın üstünə. Son halı belə görsənir. Tam onun üstünə tökdüm, hər şey hazırdır. Belə, yəni çox asandır. Dediyim kimi, bəlkə bunu bir 1000 dəfə dedim indi bu vlogda. Yəni çox da dadlıdır həqiqətən. Yəni yoxlayın. Yəni insan qaşıq-qaşıq yemək istəyir də bunu. Və bunu burada necə çıxardacağımı soruşsanız, yəni bunun səliqəli çıxma ehtimalı onsuz da yoxdur. Yəni elə bir şərt də yoxdur ki, səliqəli olsun. Bunu elə qaşıqla götürürsüz, qablara qoyursunuz, yeyirsiniz. Onunla qalsın, eşitdim mən. Artsa aldım tutsanı.
Da geçmişti. Aman tanrım. Geçti. Güzelliği. Altı rengarenkler var. Ha. Neçədir? 7.99. Kimin rəhlərlə belə Kokuna bak. dayan. Səbirsizləndim. Rozusu. Bu da yeni qiymət. Metro niye getirdin? Sen onu bir de bana sor. Mencan sevginde her şey var. Hala ruh paramına. Buna bak hala. Dəhli boş qab. Ay Allah. Neçədir? 6.49. Çok kişilikti. Benim sangablar Ha. yaşamı. 7.99.
ağzı qapaqlı da qəşəngdir. Bunlar da qəşəngdir. Mürəbbə zad üçün. Hə, çoxdan var. Olmazsa olmaz. Günlere benzer. Qoyacağam burasını yetmir. Belə qızlar, vlogu isə artıq burada sonlandırıram. Özünüzə yaxşı baxın. Kanala abunə olmağı unutmayın. Hələlik.